165. Tamam. Siz də baxın ona kimi. Burada B, C, buradan da hündürlük çəkilib. O'dur. Buranı belə birləşdirib. Tamam. Və bizə deyir ki, burada bir D nöqtəsi var. D nöqtəsi var. C ilə birləşdirilib və OD DA ilə eynidir. Uzunluqları eynidir. Yəni bu hissədən bu hissəni bərabər verir. Yaxşı. Baxırsınız, yoxsa baxmırsınız? Bunu belə eləyək ki, o birisindən qarışmasın. Baxırıq müəllim. Əla. Deməli, kökdə 21 CD-ni verib bizə. Deməli, bizdə CD-mizin uzunluğu kökdə 21. Bəs nə üçün bunu eləmək lazımdır? Ona görə eləmək lazımdır ki, əgər biz həndəsə bölməsindən tutaq ki, 4 bucaqlını, çevrəni, 3 bucağı öyrənmişiksə, burada qeyri-adi bir qayda olmamalıdır. Yəni, belə deyək də, əlavə çox qayda olmamalıdır bəzi məsələlərində. İndi biz məsəl üçün nümunəyə baxacaq, indi görəcəyik. Məsələn, deyir ki, BA o bucağı da 30 dərəcə. Yəni, bu bucağı da, bucaq BA onu da 30 dərəcə bizə verir. Soruşur ki, konusun həcmini neçə pi kub santimetrdir? Aha, neçə pi kub santimetr o deməkdir ki, pi-ni mən verirəm, burasını özün tap. Tamam. Kubun həcm, kub deyirəm, konusun həcmi. Konusun həcm düsturunu bilirik. 3/1 pi r. Bəli, 3/1 pi r kvadratı h. İndi diqqətlə baxaq. R-imiz burada. Hündürlük AO. 30 dərəcəni bizə niyə verir? Nə üçün 30 dərəcə verə bilər? 30-un qarşısında duran katet Hipotenuzun yarısına bərabər. hipotenuzun yarısı. Yəni əslində BO-muz bərabər tərəfin olduğunu bilmək üçün. bəli. Üçbucağın necə olmasını Ümumi üçbucağın ABCD üçbucağının bərabər tərəfli olmasını. yox, ona görə biz deyə bilmərik. Düzdür. Hə, deyə bilirik. 30-sa tamamilə doğru. 60 bura olur, doğrudur. Yəni ümumi bərabər tərəfli olur. Doğrudur. Bəli. ABC-ni və bu əslində bu bilgi bizdən hardandır? Əvvəlki bilgilərdə də bunun deyək ki, konusa elə böyük adəti yoxdur ki, yəni konusun dərin tərəfidir. Biz burada nə edəcəyik? Bəs. Deməli, həcm üstündə radius lazımdır bizə və də h lazımdır. Yerinə qiymətləri qoymaq lazımdır. CD-nin də bizə kökdə 21 verilir. Deməli, bu bəs eləyir bizə. Məlumat bizə bəs eləyir. Niyə? Baxın, bu CD əslində məsəl üçün bunun özünü tapa bilərikmi? Necə taparıq bunu? Yəni mən deməyim, siz oradan necə deyə bilərsiniz? Böyük A10-u tapsaq, A10-u 60 dərəcəyə nəzərən. Oradan da OD-ni taparıq. Bəli. OD-dən də CD-ni taparıq. Doğrudur? Bəli. Bəli. Doğrudur. Yəni deməli onda biz 2R bərabər tərəfli üçbucağın qaydasıdır. Bunu yazdıq. Buradan A10-un qiyməti neçə olacaq? Kökdə 3/2 A düsturu deyil. Kökdə 3/2 A. 2 qoyduq yerinə. Oldu kökdə 3 R-imiz. OD-miz də əslində kökdə 3 R/2-dir. Yəni onu da oraya yazsaq, olacaq Pifaqor teoremi. Yəni heç burada əziyyət çəkməyəcək. COD üçbucağından da, COD-dən də Pifaqordan istifadə edib cavabı alacağıq. Cavabı alandan sonra təbii ki, aparıb həcmdə yerinə qoymaq lazımdır. Yəni bu iş olmalıdır da, yəni nəsə iş görülməlidir. Məsələn, burada kökdə 3R/2 aldıq. Bunun kvadratı 3/4R kvadrat oldu. OD-nin kvadratını yazdım. Üstə gəl kiçik R-in kvadratını, yəni OC-nin kvadratı bərabərdir. Kökdə 20-nin kvadratı 21-i verir. Burada bizim R kvadratımızı 4-dən yaxud da nə bilim 4-ə vurun və yaxud 1,4 7 kimi yaza bilərsiniz. Burada olacaq neçə? 12. Alınacaq 12. R kvadratı 12-dirsə, R-imiz də bildik. Vəssalam. Ondan sonra aparıb yerinə qoyuruq. 3/1. Əslində pi bizə maraqlı deyil. Pi var. Amma yenə də düstura görə yazmışıq. R kvadratı olur 12. H-ımız da kökdə 3R-dir. R-in qiymətini kökdə 12 kimi bura yazsaq kökdə 36 eləyəcək. Oradan da 6 gələcək. Düzdürmü?
Kökdə 13-ünü vurdum kökdə 12-yə, yəni 6 tapdım. 6-nı da yazdıq bura. 6-dan da 3 apardım. 2, 2-ni 12-yə vurdum 24. Və bura yazılmalıdır 24. Yəni pisi var. Biz 24-ü götürməliyik. Bu məsəl üçün ona görə bunu nümunə kimi sizə təqdim edirəm ki, baxın görürsünüzmü? Biz burada üçbucağın içində bərabər tərəfli üçbucaq ala bilirik. Bərabər tərəfli üçbucaq 30 60 90 ala bilərsiniz, elə fikirləşə bilərsiniz. Daxilinə çəkilmiş çevrənin radiusu, xaricinə çəkilmiş çevrənin. Məsələn, 163-ə baxaq. Məsələn, burada deyir ki, radiusu 8 olan 163. Radiusu 8 olan kürənin daxilinə. İndi burada çox maraqlı bir məsələdir. Biz nəyə diqqət etməliyik? Baxın, radiusu 8 olan kürənin daxilinə ox kəsiyi mərkəzdən keçir. Hansı mərkəzdən? Kürənin təbii ki, mərkəzindən keçir. Və düzgün üçbucaq olan konus çəkilibdir. Düzgün üçbucaq olan konus nə deməkdir? Yəni ox kəsiyi düzgün. Bütün bərabər tərəfli üçbucaq. Bəli, ox kəsiyi düzgün üçbucaq dediyinə görə biz burada bu tutaq ki, indi bunu A götürməyək. Bura 2 radiusdursa, bəlkə elə götürək. 2 radiusdursa, burada 2 radius yazaq. Burada 2 radius yazaq. Düz bərabər tərəfli üçbucaq olduğunu bildik. Hə, bunun cümlənin əvvəli nə idi? Bizim kürənin radiusu 8-dir. Bu kürəyə aiddir. Kürənin radiusu 8-dir. Amma bu kürənin mərkəzi tutaq ki, bu nöqtə. Bu nöqtə. Deyir ki, nə deyir? Bunu buradan adlandırmaq olar? Yox. Yəni kürənin mərkəzi burdadır. Bu üçbucağın daxilindədir. Düzdürmü? Bir də oxuyaq. Kürənin daxilinə ox kəsiyi mərkəzdən keçən, bəli, bunun ox kəsiyi bunun mərkəzindən keçir. Mərkəzindən keçir. Konus çəkilmişdir. Bəli. İndi bunu necə eləyəcəyik? Yəni belə bir kürə çəkilibdir. Məsələn. Üçbucaq xaricinə çəkilmiş çevrənin radiusunu tapsaq müəllim, o kürənin radiusu olmuş olar. Bəli. Burada belə düşünəcəyik. Konusun ox kəsiyi ki bizdə deyirdi, bu üçbucaq təpələri, konusun ox kəsiyi bərabər yanlı üçbucaq olaraq bu təpələr kürənin böyük çevrəsi üzərində olmalıdır. Əgər mərkəz, baxın burada belə bir şey öyrənirsiniz də, əgər mərkəz konusun ox kəsiyinin üzərindədirsə, bir növ verir ki, qarpızın düz ortasından bölürsən, orada bir dənə dairə alırsan. O dairənin üstündə məsələn A nöqtəsini, B nöqtəsini, C nöqtəsini qeyd eləmişəm və təbii ki, çevrənin mərkəzi də bura. Yəni belə çıxır ki, bizim bu nöqtəmiz ki, O nöqtəsi var. Bu həm çevrənin mərkəzidir ki, üçbucağın xaricinə çəkən çevrənin mərkəzidir, həm də kürənin mərkəzidir. Başqa cür ola bilməz. Ox kəsiyindən keçirsə, demək bu deməkdir. Aydın oldu. Deməli, konusun ox kəsiyi olan bir üçbucağın təpələri kürənin böyük çevrəsi üzərindədir. Bunu artıq anlamaq lazımdır və buradan da biz belə bir qərara gəlmiş oluruq. Bəli, burası 8 verilibsə, yəni böyük yerin düsturu belə idi də. Böyük yer bərabər. Bəli, kökdə 3/3 A düsturu. Görürsünüz, yenə gəldi bərabər tərəfli üçbucağın radiusunun tərəflə əlaqə düsturuna çıxdı. Bizə təbii ki, bizdən soruşduğu şey baxın görək, konusun həcmi yenə soruşur. Konusun həcmini soruşur və neçə pi deyir. Bəli. Biz burada A-yı tapaq ki, radiusumuzu tapaq da. Gəlin A-nın yerinə 2 yer qoyaq. Böyük yerdə 8-dir. Yəni eyni şeydir. Demək 8 bərabərdir kökdə 3/3 vur 2R yaza bilərik. Və buradan da 8-dən 2-ni ixtisar aparsa 4. Əslində bu 1/kökdə 3-dür. Yəni R-in yerinə 4 kökdə 3 qoya bilərsiniz. Qoyanda da görəcəksiniz. Yəni 1/kökdə 3 kimi də baxmaq olar radiusa. 1/kökdə 3 A kimi baxmaq olar. A bərabərdir kökdə 3 R kimi baxa bilərsiniz. Yəni orada artıq sərbəstsiniz. Bunu tapdıq. Bunu tapmaq işimizə yarayırmı? Təbii ki, yarayır. Məsələn, kiçik yer əslində belə də baxa bilərdik. Bəlkə də səhv dedim. Daha qısa yolunu demək olardı. Varmı belə bir qısa yolu, daha qısa yolu? Varsa deyin. Yoxsa elə belə gedilməlidir? Belə gedilməlidir məncə müəllim. Tamam. Əgər belə gedilməlidirsə, sonra da kürənin
Bizim müəllim nə istəyirdi? Kürənin həcmini, konusun həcmini. Konusun həcmini. Bəli. İndi burada eri taparıq. Erimiz hə 4 Aha. köçdü 3'dür. İşte 1 pi r kvadratı vurulsun. Haşımızda bərabər tərəfdə köçdü 3 bölünsün 2 ilə. Onda edin görə necə alınacaq? Bunu yerinə qoyun. Buradakı sonraki etapda görə nə alacaqsınız? Cavabı alan desin. %92 müəllim. 192 pi. 192 pi. Yaxşı, Bəli. indi bir dənə belə bir sual verəcəm. Görək onu kim tapacaq. Məsələn, burada BO ilə oradan aşağı çəkdiyim, məsələn, tutaq ki, bura bir D yazsam. BO ilə OD arasında əlaqə nədir? 2'nin 1'e. Onda OD daxil çevirən radiusu sayıla bilərmi? OD yoxsa OB? Yəni OD kiçik R ola bilər. Xeyr müəllim. Qısadır. Kiçik, yəni üçbucağının daxilinə çəkilmiş radius. Yəni Çevrən radiusu. bərabər tərəf üçbucağın daxilinə çəkilmiş çevirən radiusu ola bilər. O radiusun bu radiusun əlaqəsi yoxdur ki. Qətiyyən yoxdur. Məsələn, bəzən burada uşaqlar nəyə çaşdırır? Məsələn, fikirləşirlər ki, əgər böyük yer 8 götürmüşüksə buranı, onda kiçik yerdə elə bu OD olacaq. Və bu yanlışdır. Nədən yanlışdır? Bu daxilə çəkən çevrən radiusudur. Amma bizim 2R'imiz o konusun radiusudur. DC'nin uzunluğudur. Başa düşdünüzmü? Ona görə diqqətli olmağınız vacibdir. Yəni, məsəl üçün, mən buraya götürüb 4 yazaram. Bu heç, bu doğrudur. Yəni, BD-nin H olduğunu bilirəm. H-ın 12 olduğunu bilirəm. Yəni, düsturda mən bilirəm ki, H-ın yerinə 12 qoyacam. Bu çox önəmlidir. Amma məsəl üçün, deyək ki, kimsə qarışdıra bilər. Deyə bilər ki, aha, mən kiçik R-i bilirəm də, bərabər tərəfli üçbucaqda elə 4-dür. Götürüm R-in də yerinə 4 qoyum, 8 yazım böyür. Bu tamamilə səhvə gedəcək. Diqqətli olmaq lazımdır. Cavab 192 pi-dir. Təbrik edirəm. Doğrudur. Yəni yerinə qoyduq və bunu da belə. Yəni burada əsas məqam yazılışdan çox yazılır. Nəyə R deyirsən? Hansı R, hansı R-dir? Yəni hansı ki daxilə çəkilən, xaricə çəkilən, kürənin daxilinə çəkilib, xaricə çəkilib və bu qaydalarla diqqətli olmaq lazımdır. Ümumiyyətlə kim deyə? Daxilə çəkilmiş kürənin mərkəzi. Bax, bir konusun deyim də. Konusun. Daxilə çəkilmiş kürənin mərkəzi. Məsələn, belə bərabər yanlı düzbucaqlı üçbucaq olsun, ox kəsiyi. Elə gəlin 164-ə baxan, bax orada verir 164-də. Məsələn, konusun ox kəsiyi düzbucaqlı üçbucaqdır. Ki verin, konusun ox kəsiyi düzbucaqlı üçbucaqlı deyil. Yəni bir 90 dərəcəli ox kəsiyə malik bir konus çəkilibdir. Bizə deyir ki, bu konusun daxilinə çəkmiş kürə konusun yan üzlərinə və oturacağına toxunur. Konusun yan üzlərinə və oturacağa toxunur. Belə çəkə bilərəm bunu. Yan üzləri buna, deyək ki, oturacağa da belə toxunur deyirəm. Məsələn, burada şey var. Hipotenuz. Burada nə qərar verə bilərsiniz? Onda mənim üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu taparıq. O da kürənin radiusu olar. Bəli. Bəli. Baxın, buradakı mərkəz ki var ha, buradakı mərkəz. Çünki niyə? Bax, əgər bu əsasən böyük çevrə götürülür. Məsələ həllində bizə təqdim olunanlarda böyük çevrə verilir. Yəni kürənin böyük çevrəsi də radiusun özündə saxlayan bir çevrədir. Və bu zaman əgər bu yan tərəflərə toxunursa, yəni bura toxunursa, təbii ki, oturacağa da toxunursa, bu zaman bu nə deməkdir? Yəni bu o deməkdir ki, kürənin böyük dairəsidir bu. Və bu da həm də bərabər yanlı düzbucaqlı üçbucağın daxilinə çəkilən çevrənin özüdür. Və bu zaman əgər kürənin radiusunu tapsaq, elə bil ki, bunun radiusunu bu düzbucaqlı üçbucağın daxilinə çəkən
çevrənin radiusunu tapacaq. Bizdə də burada deyir ki, kürənin həcmi V kürəni verib bizə, kürənin həcmi. Kürənin həcmi 3/4 pi kubu, bunu bilirik. Böyükdən yazaq geçsin. Bərabər 36 pi verir. Dərhal buradan biz R-i tapacağıq, pilər gedəcək, R-i tapacağıq. R neçə olacaq? Bəlkə heç R-i tapmayacaq, amma 53 olacaq. tapmalıyıq. Deməli olacaq 3. 3, bəli. Düz də gəlir. 3 olur. Bundan çünki bu da gedir ixtisara 9. 9 burada qalır. 9 3-ə vurursan buradan tapırsan. Tamam. Bura qədər məncə çətin deyil. Keçdik ikinci hissəsinə, məsələnin ikinci hissəsinə. İkinci hissədə deyir ki, bizə kürənin oturacağının, konusun oturacağının radiusun uzunluğunu tap. Konusun oturacağının radiusunun uzunluğu dedikdə biz nə başa düşürük? Yəni buradan bura qədərini başa düşürük də, düzdür? Buna da kiçik yer deyək. Bu kiçik yeri necə tapacaq? Hipotenuzun yarısı olur. Kim deyər? Düzbucaqlı üçbucaqda katetlərin cəmi çıxılsan hipotenuz bölünsün 2. Tamamilə doğrudur. Onda biz buradakı böyük R bu R-dir də, yəni diqqətli olacağıq. 3 bərabərdir. Katet üstə ya katet, yəni 2A çıxılsın hipotenuz. Hipotenuzu biz R-in yerinə əslində 2R bizim Bərabər A kökdə 2-yə. Bəli, kökdə 2A yazmalıyıq. Biz onda belə eləyək də. Katet üstə ya kateti yazmışıq. Sıx hipotenuz. Hipotenuzun yerinə kökdə 2A qoyaq ki, sonra R-i tapaq. Əgər R-i soruşursa. R-i mi soruşurdu? Baxırıq, bəli, R-i soruşurdu. Və salam. Bununla da məsələni çözə biləcəksiniz. Bölünsün 2 idi də. Buradan da bunu tapandan sonra R-i aparıb A-nın yerinə qiyməti qoyacaqsınız. Buradan da R-i tapacaqsınız. Oldu mu? Yəni burada qorxulu bir şey yoxdur. Demək ki, müəyyən addımlamaq lazımdır. Ondan sonra cavabı almaq olar. Yaxşı. 158-i necə eləyirdik? Eləmişdik biz bu 150. Hə, eləmişik desən 158-i. Yoxsa eləməmişik? Məsələn, baxırıq 158. Ona aid eləmişdik müəllim, amma dəqiq bilmirəm bu ideya yox. Tamam. 158-ə baxaq. 158 məsəl üçün o Xeyr, müəllim, biz silindrə aid etmişdik. Hə, tamam. Onda konusa aiddir. Diqqətlə baxaq. Heç eləmişdik? Xeyr, müəllim, bunu eləməmişdik. Məsəl üçün, burada bizə deyir ki, radiusu, kürənin radiusu 3-dür. 3-dür. Burada B nöqtəsindən hərəkət başladan nə var? Qarışqa. Konusun divarı ilə gedib, dəyib bu biri divar. Ondan sonra keçib bura. Deməli, burada bir D qoyub. Bizə də deyir ki, burada 6-dır. Burada 6-dır. Burada 6-dır. Sual aydındır da. BD ilə CD-ni bərabər verib 6. Konusun oturacağın radiusunu 3 verib. Deyir ki, B nöqtəsindən hərəkətə başlayan qarışqa konusun divarı ilə hərəkət edib D nöqtəsinə gəlir. Qarışqa ən azı neçə santimetr yol gətirir. Burada yadınıza saxlayın. Necə ki, silindirdə, konuslarda da yan səthinin açılışı bizim üçün maraqlıdır. Məsələn, tutaq ki, B nöqtəsindən hərəkət edib, buradan hərəkət edib, gəlib təzədən B-nin olduğu yerə, yəni B-nin olduğu yerə. Bəs D hardadır? D buralarda bir yerdədir. Orta hissədə. Bir növ belə yadda saxlayın. Ön üz, arxa üz kimi düşünün. Yəni B-dən gəlib AC tilinə dəyibsə, ön üzdə iştirak eləyir. Ön üzdə iştirak eləyir. Mən buranı səhv yazdım. Bura deməli olacaq A. Gəlib ön üz buradır. Sonra keçib arxa üzə. Arxa üzü də buradır. İndi bizə maraqlı deyil. İndi nə maraqlı deyil? Özü arxanı yazaq, amma bilək. Bu belə. Davam edirik. Bəs yaxşı, qarışqanın hərəkət trayektoriyası B-dən hara gəlməlidir? Bax, bura. Hərəkət trayektoriyası buradadır. Və bu zaman D burada olsun. Bu formada biz başa düşək. Təbii ki, bura 6, bura 6-dır. Düzdür? CB-nin yarısı. Və biz burada şeydən fərqli olaraq, silindirlərdən fərqli olaraq, burada bucaq bizə lazımdır. Niyə? Çünki konusun yan səthinin açılışı dairə sektorudur. Dairə sektorudur.
Tamam. İndi biz bu bucağı necə tapacağıq? Ən qısa məsafədə BD düz xəttidir. BD parçası. Hündürlüyü seçərik. Birinci radius var ya burada. AO3. Bəli. O buradan buranın uzunluğu 2 pi-rin hissəsidir. Yəni onda 2 pi-r yazsaq, burada olacaq nə? 6 pi. 6 pi. Bax bunu unutmayın. Burası olur 6 pi. Və eyni zamanda hündürlük çəkməyin heç vaxt. Bu düsturu onsuz da bilirik. Radius bölünsün L. Bilməyəndə bunu keçən dərs dedim deyəsən. Alfa böl 360 dərəcə. Bəli. Bizə mütləq bucaq lazım olacaq. Belə misalda C təpəsindəki bucaq. Və bunu da bu düsturdan tapacaqsınız. Radius bizdə neçə verilmişdi? 3. 3 verilmişdi. L'ımız 12'dir. Yəni doğrandır. Alfamız elə bilinmir. Böl 360. Buradan da ixtisar gedəndə alfanın 90 dərəcə olduğunu, deməli bu bucağın 90 dərəcə olduğunu bildik. Düz bucaqlı 3 bucaq olduğunu bildik. Ya 120 olur, ya 90 olur. Bildiyiniz bucaqlar ya 60 olur, və beləncə bucaqlar olur ki, siz bu məsələni çözəsiniz. Burada CB'nin uzunluğu da 12 deyir. Və bundan sonra 6, 12 Pifagor teoremindən, çünki 90 dərəcədir axı, BD-nin də uzunluğunu Pifagordan tapa biləcəksiniz. Yəni yenə Pifagora gəldi çıxdı, amma indi qaranlıq qalan bir yeri varsa indi soruşun. Yəni yoxsa başa düşdünüz. Buradan 6-nı çölə çıxırsa 6-nın kvadratını çıxartdıq, 1 qaldı. Bu da 2-nin kvadratı 4 qaldı. Buradan da 6 kökdə 5 cavabını almış olduq. Yəni ən qısa yolu tapmış olduq. Aydın oldu. Məsələn, bu hissələrdə nə istəsə soruşun, sonra o biri hissəyə keçək, fərqi yoxdur. Məsələn, baxın 156-da da buna oxşar var. Burada D nöqtəsində dayanır, burada isə təmiz davamlı şəkildə hərəkət edir. Məsələn, deyə bilərsiniz ki, yox, bu çox asandır, rahatdır. Onda 156, 159-u evdə rahat yazacaqsınız. Yox, əgər hələ ki tam olaraq belə çətinlik varsa, onda təzədən bir də soruşmalısınız və danışmalısınız ki, mən də deyim ki, yox, buna baxmayın, buna bax. Yəni bildiyiniz şeyə baxmağın nə mənası olur ki? Aydındır. Yaxşı. 156-da B-dən yenə B-yə işarələnibsə, o çevrənin diametri olur. Çevrənin diametri. Çevrənin, baxaq bir dəqiqə. Yəni qövsün uzunluğu. Bütün tam qövs şey olur da, tam bir dəqiqə baxın. Deməli, burada A-dır, bura B-dir. 156-da. B-dən hərəkət eləyir. B-dən hərəkət eləyir, bu heç. B-dən hərəkət eləyir, gəlir, bura dəyir. Təzədən buradan qayıdır özünə. Qayıdır bura. İndi 40-40 düşmə də olsun belə. Deməli, qarışqamızın hərəkət trayektoriyası. Gəldi belə, buradan da qayıtdı, gəldi, burada durdu. Bizdən soruşur ki, burada doğranın uzunluğunu verib bizə 9. Soruşur ki, radius 3'dür. Burada da radius 3 verib. Tamam, radius 3 verib. B nöqtəsindən gəldi, yenə də ən qısa uzunluğu soruşur. Yəni, orada ip verilir, yəni divarları ilə çəkilmiş ip yenidən B nöqtəsindən birləşdirilir. Bunun üçün lazım olan ipin uzunluğu ən az neçədir? Ümumiyyətlə, bu şeydə, deməli, biz nə açırıq? Mütləq bunu açın. Yəni, yan səthini açın. Bunu açdınız, bura 9-9-u qoydunuz, bu bucağı tapmaq üçün fikirləşəcəksiniz. Bunun üçün nə edəcəksiniz? Birinci, məsəl üçün, B-dən hərəkət edib, təzədən B-yə qayıdıbsa, B-də də təzədən 2 dənə B-ni yazacaqsınız belə. A da təbii ki, orta hissədə yazacaqsınız. Orta hissədə. Və bunun yarısı bura, yarısı buradır. Amma yenə də, məsələn, lazım olsa, baxarıq. Tamam, indi bizim 2 pi-r uzunluğunda hərəkəti var. Yəni, oturacaq B-dən B-yə olan hissə 2 pi-rdir. 2 pi-rdirsə, onda bura nə qədər olacaq? Buradan bura. 6 pi bayaqki kimi. Radius 3-də axı. 6 pi. Bundan sonra bu bucağı yenə R böl L yazacaqsınız. Bərabərdir. Alfa böl 360 qoyacaqsınız. Rahatca siz işinizi görəcəksiniz. Yəni 9 bölünsün 6 pi. 9 deyil. 3 bölünsün. Radiusumuz 3'dür. 3 bölünsün 6. 3 bölünsün 6 12. pi. Düz yazdım. 6 pi. Bərabərdir. Alfa bölü 360. İndi bir dəqiqə baxaq görək ki, burada pi-ni nə edəcəyik? Yəni pi-ni nə edəcəyik burada?
P-nin yerinə baxaq müəllim, bəlkə 3 yazıb. Maraqlıdır. P-nin yerinə 3 Yazmayıb. yazmaq olar. Yazmayıb burada. Aha. Bəlkə mən səhv yazdım. Bir dənə baxaq. Pierre olmalıdır da. Qayıtdı ora, qayıtdı. B-nin özünə qayıtdı. Tamam. Yəni tam çevrəni qayıtmış oldu. 360 dərəcəni qayıtmış. O yox, onda burada 360 dərəcəni tam qayıtmış olur. Elə deyil. Əgər 360 dərəcəni tam qayıdıbsa, kim deyər? B-dən B-yəni mənim 6pi yazmağı doğrudur, yoxsa? Bəli. Düzdür də, yazmalıyam deyir. Düzdür. Bəli. Hə, bəs onda yaxşı, davam eləsək, p-nin yerinə 3 qoysaq, alfa neçə dərəcə olacaq? 120 dərəcə Alfamız olacaq da. 60. 60 olmur. Hə. Amma indi burada bir şey var. Mən 6pi niyə yazdım ki? L-ımız 9-dur. Görürsünüzmü? Mən səhv yazdım, amma heç biriniz demirsiniz. Diqqət lazımdır burada. Yəni, axı L-dır, L 9-dur axı. Yoxsa biz belə misalı belə tapmaca kimi eləmək olarmı? Yəni, səhv sayılara. Nəsə P-nin yerinə 3 qoyun. Bəlkə mən P-nin yerinə 3-dən 114 qoyuram. Bəli. Biz 9 qoymalıyıq. uzunluğa baxmır. 9-u. 9 qoymalıyıq. Bəs nə? 9 qoymalıyıq. Və 9 qoyandan sonra biz buradan təbii ki, alfanı 120 dərəcə alacağıq. Yəni, düstura görə hərəkət edirik də. Düsturu da biliriksə, vəssalam, alfamız 120. Demək, bura 120 dərəcəli bir üçbucaqdır. İndi buradan bir sual yaranır. Bəs mən qarışqan B-dən çıxıb hara gedəcək? Yenə B-yə. Doğrudan da məsəl üçün belə bir dairə sektoru kağızdan düzəldin. Birləşdirin. Sonra bunu belə aparın. Məsələn, qarışqan hərəkət trayektoriyasını üstündə hərəkət elətdirin. Bir konus adam düzəltsə, yəni canlı, onda tam beyni oturur ki, doğrudan da bu belə bir xətt yaranır orada. Oldu mu? İndi bu 6 pi bizə maraqlı deyil əslində. Fikir verirsiniz? 6 pi bizə maraqlı deyil. Bizə sadəcə lazımdır indi B-dən B-yə olan hissə. B-dən B-yə olan hissə nədir? 9/3. Vəssalam, 120 dərəcə ilə bərabər yan üçbucaqda oturacaq yan tərəfdən kökdə 3 dəfə böyükdür. Vəssalam, bu da bizim cavabımız oldu. Yəni, mən demirəm ki, mütləq düşəcək, mütləqi bilmirik. Amma məsəl üçün, əslində bildiyimiz şey olmalıdır. Bu, bizim biləcəyimiz hissə olmalıdır. Yəni, qorxulu bir şey də deyil, normal, üstünə getmək lazımdır. Məsəl üçün, 157 də, yəni, başqa sualdır, 157. Sonra, məsəl üçün, ən axırıncı suallar maraqlı sualdır. Əslində, fırlanmadan alınan cismin həcmini soruşur və s. Düşürmü fırlanmadan alınan cismin həcmi? Var, düşür imtahanlara. Biz eləməmişiksə 174, 175-dən məsələn birini yazaq. Yəni, eləmişiksə də yazmıyıq. Keçək başqa suala. Etməmişim mən. Məsələn, 157 də maraqlı suallardandır. Gözüm gəzir. Məsələn, konusun elə ki, tərs çevrilmə halıdır. Konusun tərs çevrilmə halı, bu da bizə maraq. Yəni, 157-ni eləyək, sonra 174, 170-i yazaq. Məsələn, 157. 157-də bizə konusların tərs çevrilmə halı düşürdür. Biz onlayn dərsdə bunu eləmişik. Amma əyani dərsdə. Yəni, maraqlı sualdır. Baxın, belədirmi? Burada bizim suyumuzu bura doldururlar. Bu birinci qabdır. Burada hərflərin nə olması bizim üçün maraqlı deyil. Hündürlüyü 16 veribdir. Yəni, hündürlük nədir? 16. Da ki, o burada, A burada. Hündürlük 16-dır. Birazdan 4də 1 hissəsi səviyyəsində su doldurur. Onda bizə lazımdır ki, məsələn, tutaq ki, bu O1 olsun, bu da O2 olsun. O1-dən O2-yə qədər olan 16-nın 4də 1-idir də, düzdür? Onda 4 bura gəlir. Onda yuxarıya 12 qalır. Oxşamasa da belə olsun. Bura qədər məncə hamı yaza bilər. Rahat. Bu heç. Davam edirik. Deyir ki, ikinci qabda bu qabı tərsinə çeviriblər. İkinci şəkildə. İkinci şəkildə bunu necə tərs çeviriblər? Və beləncə tərs çevirir. Eyni qabdır. Çeviriblər. İçindəki su da eyni sudur. Eyni sudur. Bu zaman suyun səviyyəsi, yəni tərs çevrildiyinə görə fərqli hündürlükdə dayanacaq da. Bunu hamı bilir. Yəni əksinə hələ biraz yuxarı qaldırıb ki, yəni bu birisinə çox şey olmasın. Məsələn, lap yuxarıda da su burada. Düzdür? Bu da belə. İndi sual. Deyir ki, qab ikinci şəkildəki tərsinə çevriləndə suyun hündürlüyü nə qədər olur?
deyim mən. Bilirsinizsə buyurun. Birinci konusda kəsik konusun həcmi ilə ikinci konusdakı konusun, rənglənmiş konusun həcmlərini bərabər etməliyik. Etsək, o zaman hündürlüyü tapa bilərik. Bəli. Həcmləri bərabər etsək. Amma məsələn ikinci şəkildə, birinci şəkildə radius yoxdur. Kəsik konu. Radius yoxdur. Kəsik konusun həcmində də radius iştirak edir. Bəs onda nə edəcəyik? Deyək 4də 1 hissəsi səviyyəsindədir. Onda müəllim Aha. hamısını radiusuna qədər də 4də 1 götürərik. Radiusun uzunluğunu amma bilmirik. Amma düz deyirdi. Yəni məsəl üçün buradan birləşdirsək, buranı da birləşdirsək, burada oxşar üçbucaqlar yaranır. Deməli radiusları da hündürlükləri nisbətində iştirak eləməlidir. Evet. Yəni məsələn 16-dırsa, 12. bura 16 tutaq ki x kimi, onun 4də 1 olan bu 4x də bura yazmaq olar. Bu belə. Amma bizə ən rahat bilirsiniz necədir? Mən sizə bir şey deyim. Konusun həcmi hündürlüyün kubu ilə mütənasib olur. Yanınıza qalsın. Konusun həcmi hündürlüyün kubu ilə nə olacaq? Mütənasib olacaq. Burada. Deməli, konusun həcmi, yadınıza saxlayaq, konusun həcmi, məsələn, indi gəlin belə bir şey deyim də, ümumi konusu, məsəl üçün, ümumi konus, böyük konusu da hamısı bir yerdə, bölüm bizim boş olan hissəsinə. Niyə? Çünki boş hissə konusdur axı. Ümumi konusdan boş hissə. İkisi də konusdur. Bunların nisbətləri hündürlüklərinin, böyüyün hündürlüyü 16-dır, kiçiyin hündürlüyü 12-dir. Fikir verin, 4 qalıb qıraqda. Bunun kubu ilə mütənasib olur. Aydın oldu mu? Təbii ki, burada radiusların kubu ilə də mütənasib olacaq. Amma belə yazdım. İndi burada ixtisar aparsa 3 burada, 4 burada, 3 burada, 4 burada. Amma heç də tapmadıq da. Yəni, ümuminin də həcmini bilmirik, boşun həcmi. Amma buna baxmayaraq, narahat olmuruq. Nə edirik? Məsəl üçün, V ümumi olur neçə? 64 burada, 64K deyək. Bu birisi olur 27K. Deməli, suyun həcmi və suyumuz olacaq 64K çıxılsın 27K. Nisbətlərə görə yazdıq. Bu da elədir 37K. Bu da doğrudur. İndi təkrar. Bu şəkildə də eyni vəziyyət olacaq. Deməli, biz indi tutaq ki, belə eləyək. Suyu, ümumini yenə bölə suya. Ümumini birinci yazaq. Bölə suya. Ümumi bayaqçıdır da və heç nə dəyişməyib axı. Düzdür? Ümumi həminkidir. İndi burada ümumi neçədir? Ümumi. Burada yazmış 64K. Yazırıq 64, K-nı yazmırıq. Suyun yerinə bunu yazır. Bax, 37K. 37. Düzdürmü? Bu həcmlər olduğuna görə burada kub məsələsini yazmırıq. Amma bərabərdir nə yazmalıyıq? Bərabərdir, axı hündürlüyü soruşur. Bərabərdir, deməli, böyüyün hündürlüyü 16 verilmişdi, özü vermişdi. Oradakı suyun hündürlüyünə x qoyaq. Vəssalam. Amma bunun kubu. Axı dedim, mütənasibdir. Vəssalam. Təzədən indi eləyəcəyik. Bunu necə eləyəcəyik? Gəlin bunu deyək. 64 bölü 37, 64 bölü 37 bərabər. Düzdür, kökə sala bilərsiniz. 3-cü dərəcədən kökə salıb, bunu 16 bölü x yaza bilərsiniz. Ən rahatı budur. Və buradan da 64-dən 4 çıxacaq. 3-cü dərəcədən 37 qalacaq. Bərabərdir 16 bölü x olsun. 16-dan 4 keçsin 4. X də bərabərdir 4 vurulsun 3-cü dərəcədən 37. Baxın, görürsünüz, işi qısaltmaq. Əgər kimsə otursa, məsəl üçün açıq yazsa, məsələn, burada indi 64 bölü 37 bunu görürsünüz, bir də bunu görürsünüz də. Məsələn, 16-nı 3 dəfə öz-özünə vursa, burada da səhv deyil. Bunu da eləmək olar belə. Amma yəni bilməyən halda belə eləmək daha yaxşıdır da. Sonra ixtisar apar neyinə, sonra tap. Məsələn, belə də mənə elə gəlir ki, biraz uzun olur. Amma belə də daha qısa şəkildə nəyinsə kubu verilibsə, hər tərəfdən kök alırsınız 3-cü dərəcədən. Bu zaman gördüyünüz kimi misal bu şəklə dönüşür. Aydındır, bu da qəşəng suallardan biridir. Yəni hesablama xarakterlidir və burada da yeni şeylər öyrənirsiniz, belə gözünə qatırsınız. Məsələn, 155 də bundandır. Baxın, 155-ə də baxın. Nə mənada bundandır? O ki, həcmləri nisbətinlə getsəz, daha sürətli tapa bilirsiniz. 155-də. Məsələn, deyir ki, bir konus şəklində qabdır, içində su var. Bura sudur. Aha, indi bizə deyir ki, hündürlüyü 12-dir. Deməli,
Buradan bura hündürlük h deyək, böyük H 12-dir. Qabda 9 sm hündürlükdə su var. Yəni bura 9 sm hündür. Onda yuxarısına 3 qalır. Yuxarısına 3 qalır. Bizə deyir ki, qabda 27 pi kub su var. Deməli, bu qabın içində nə qədər su var? 27 pi kub santimetr su var. Və deyir, nə qədər su əlavə edək ki, tam da olsun. Tam da olsun. Uşaqlar, burada deməli, neynəyəcək? Bayaqki kimi. Tutaq ki, V1 böl V2 yazıram. 27 pi suyumuzdur. Bölünsün ümumimiz. Bu həcmdir. Bərabərdir. Hündürlüklərin nisbətinin kubu yazacaqsınız. Ümumi burada 12. 9 kubu bölünsün 12 kub. Bir dəqiqə. Hə, doğrudur. V1 bizim suyumuz. 9 bölünsün 12 ümumi kub. Su. Bunu həll edəcəksiniz, cavab alacaqsınız. Oldu mu? Yəni baxın, fikir verin. Hə, bunu indi bizdən soruşulan şeydən asılı. Nə qədər su tökəcəyik? Nə qədər su boş olan yerə dolduracaqsınız da. Ümumidən indi x-i tapacağıq. X bilirsiniz hansıdır? X ümumidir. X ümumidir. Yoxsa x nədir bizim? X-imiz. Burada. X'imiz Ümumidir. ümumi həcm. Hə, ümumini tapandan sonra ondan da 27 pini çıxacaqsınız. Yəni bizdən soruşduğu şey əslində budur. X çıxılsın 27 pi. Yaxşı. Bunu da həll edəndə ixtisar edin, rahat. Bəli, ixtisar edin ki, çox rahat olsun. 3-ə bölün 4, 3, yəni 27-dən də 3 aparın. Yox, pardon. 27-lər gedəcək, yoxa çıxacaq. Çünki 3-ün kubu var burada. 64 pi olacaq. Bəli, 64 pi-dən də 27 pini çıxacaqsınız. Siz hesablamaya takılmayın, türklər demişkən. Əsas məsələ məna məsələsidir. 174. Yan tərəfləri 10, oturacağı 12 olan bərabər yanlı ABC üçbucağının AC oturacağı OX oxu üzərindədir. Deməli, burada söhbət koordinat sistemindən gedir. Deməli, burada bizə deyir ki, yan tərəfləri 10-dur, oturacağı 12 olan bərabər yanlı ABC üçbucağıdır. AC oturacağı OX oxu üzərindədir. A təpəsi koordinat başlanğıcında. Yəni, demək ki, A təpəsi burada yerləşir. Bu nöqtədə yerləşir. C burada yerləşir. C. Və bunun koordinatı 12, 0-dır. Amma indi bizə 0 lazımdır, lazım deyil. Ona baxarıq. 12, 0 yazın, hələlik. Baxarıq. Deməli, B də tutaq ki, burada yerləşsin. Bərabər yanlı ABC üçbucağıdır. AB ilə BC bərabər olsun. B-nin koordinatını kim deyər mənə? B-nin koordinatı nə olacaq? Yan tərəf B-yin koordinatları. Bəli. Hündürlük çəkərik müəllim. Məncə də çəkdik. Etdik. Sonra Müəllim, onda orada olacaq 6. Təbii ki. 6 böləcək median oldu. 0-dan 12 olduğuna görə deməli bunun Bəli, 6, x-i 6, bəs hündürlüyü də 8-də Pifagora görə. 8. Bəli, Pifagora görə hündürlüyü də 8 tapacaq. Bu yəqin ki, lazım olar da, yəni bunu belə. İndi bizə nə deyir? Deyir ki, bu üçbucağı OY oxu ətrafında fırladın. Fikir verin, OY oxu ətrafında fırlatdıqda alınan cismin həcmini tapın. Bu üçbucağı fırladacaq OY oxu ətrafında və bu fırlamadan alınan cismin həcmini tapın. Nə fikriniz var? Fırlamadan alınan cismin həcm düsturunu kim deyər? V bərabərdir. Fırlamadan alınan cismin həcmi. o baxır. Konus olacaq. Müstəbib görsən. İndi nə olur olsun, o bizə maraqlı deyil. Mən deyəcəm, yəni, məsələn. Ümumiyyətlə, baxın, tutaq ki, biraz haşiyə çıxmış o. Məsələn, bir rombdur. Bu rombu görürsünüz. Məsələn, bu da tutaq ki, Y oxudur da. Məsələn, Y oxudur. Məsələn, deyirəm, bunun ətrafında fırladın. Bunu nə alacaqsınız? Təbii ki, siz nə alacaqsınız? Bunun özünü alacaqsınız. Yəni, səhv çəkdim bir dəqiqə. Bunun özünü əldə edəcəksiniz. Bu formada əldə edəcəksiniz. Yəni, belə. Amma eyni zamanda, indi burada maraqlı bir məqam. Yəni, məsələn, çevrə cızılmayacaq. Fırladırıq biz bunu. Çevrə cızılacaq, kim deyər? Yəni, bunun ətrafında bir çevrə olacaq, yoxsa olmayacaq? Olacaq müəllim. Mütləq olacaq. Həm
həm aşağıda olacaq. Yəni məsələn, Həm də yuxarıda. həm də yuxarıda. Baxın, burada bir şey alınacaq. Burada elə ki, belə bir çeviri alınacaq. Həm də aşağıda alınacaq. Burada bir şey alınacaq. Amma bura bizə maraqlı olan bilirsiniz hansıdır? Bizə bu fırlamadan alınan cismin həcmi budur. Baxın, aşağı deyil. Aşağı boşdur. İçi boş. Fırlatmısan, bunun aidiyyatı yoxdur buna. Əslində bu yuxarıdakı var. Məsələn A, deyək ki B deyim, C deyim. Bu ABC, ABC. Konusdur da yuxarıda. ABC bir konusdur. O konus elə ki aşağıdakı konusdan eyni şeydir. Məsələn A1, B1, C1-dən eynidir. Onda belə çıxır ki, əslində burada bir silindir görürsünüz də. A1, A1, sonra C, C1. Və bu silindir alınmış olur. Əslində bu rombu fırlatdıq. O deyir, düzbucaqlı fırladanda bir tərəf ətrafında silindir alınır. Və görürsünüzmü? Yəni bu dördbucaqlı da fırlatdıq, silindir alınır. Təbii ki, yuxarıda da biz üçbucağı fırladanda konus əldə eləməliyik. Amma harasısa boş olacaq, harasısa dolu olacaq. Onlar bizi çaşdıra bilər də uzaq. Biz əslində burada məcbur deyilik ki, şəkli axıracan çəkək, yəni belə baxaq. Oldu mu? Bizə məsələn düstur lazımdır. Axı belə də olanda kiminsə içi boş qaldı. Biz bunu inteqralda keçmişik. İntegral mövzusunda fırlamadan alınan cismin həcmini demişəm sizə. Pi vurulsun. İntegral. F kvadratı. Necə? Hə, doğrudur. F kvadrat. Bəli. Amma 2 dənə funksiya olsa, onda vuracağıq. yox, Hər ikisini çıxırıq. də ayrı-ayrı. Yox, Çıxırdıq. çıxırıq, bəli. Bəli, çıxırdıq. F kvadratı x dx. Amma 2 dənə olanda çıxacaq. İndi burada gəlin belə bir maraqlı bir tərəfə baxaq da. Məsələn, əslində burada böyük bir belə deyək, kəsik konusdan ibarət bir fiqura oxşadıram, amma tam olaraq o deyil. Məsəl üçün belə baxaq da bunu. 6-8-dən B nöqtəsindən, AB parçasından. Tutaq ki, biz fırlatmaq istəyirik. Bu zaman fırlamadan alınan cismin həcmini tapmaq istəyirəm. Mənə bilirsiniz nə lazımdır? Məsələn, mən elə gəlir ki, ən yaxşısı belədir. Bax, AB düz xəttini yaratmalıyıq. AB düz xəttini cəbirdən bilirik. Necə yaradacağıq? Y bərabərdir. Kim deyər? Bilməliyik. Və bu bucaq K-nı göstərir. K-nı necə tapacağıq? Qarşıdakı katet bölünsün bitişik katet. Tangensial da bucaq, düz xəttin bucaq əmsalı. Qarşıdakı katet bölünsün. İndi deyəcək ki, müəllim, siz bilirsiniz bunlar. 8 bölü 6. 8 bölü 6-nı da ixtisar edin. 3 bölü 4. X. Düzdürmü? Amma bunu mən sonra tərs çevirəcəm də. Niyə tərs çevirəcəm? Deyəcəm sizə. Səbəb nədir? Çünki o Y oxu ətrafında fırladırıq. Baxın, o Y oxu ətrafında fırladanda burada Y yazacağam. Və buranı da Y edəcəm. Həm 4 bölü 3. Hə, 4 bölü 3 olacaq, amma mən fırladacam deyə bunu indidən fırlatdım. Yəni, düz deyirsiniz. Aferin. Deməli, olacaq 4-lü 3 Y. Aydın oldu. Bax, hazırlayıram. Deyim ki, funksiyamı Y oxu ətrafında fırladanda, yəni bunu tərsdən yazmalıyam. X bərabər yazmalıyam. Bu AB düz xətti. Hazırladım. Keçirəm BC düz xəttinə. Birinci, ikinci. BC düz xəttinin K-sını bilirəmsə tez yazacağam. K-sını bilmirəmsə burada KX plus B-dir. Çünki koordinat başlarından keçmir. Məsələn, K-nı buradan belə tapıram da bu bucaqdan. Düzdür? Bir də 2 nöqtə arasında məsafə düsturundan kim istəsə elə də eləyə bilər. Məsələn, Y çıxılsın Y0 ya da Y1 qoyaq. X minus X1 bərabərdir. Y2 çıx Y1. 2 nöqtədən keçən düz xəttin tənliyini yaza bilirsinizsə, və bu 2 nöqtədən keçən düz xəttin tənliyidir. Yerinə qoyub gedə bilərsiniz. Yəni, məcbur deyilsiniz ki, ya da Y-də KX plus B-dən tapa bilərsiniz. KX plus B-dən nöqtələri yerinə yazacaqsınız. Oldu mu? Bu ikisini unutmayın. İndi isə ya da dediyim kimi, mən elə belə K-nı tapa bilərəm, sonra bir nöqtədən istifadə edə bilərəm. K-nı tapmaq üçün təbii ki, bu bucağı tapacağım. Bax, buranı. Qarşıdakı katet bölünsün nə yazacağım? Bitişik katet. 8 bölünsün, oradan orada. Məsələn, bura Y qoyum 6-dır. 8 bölünsün 6. Amma qabağına mənfi qoyacağım. Çünki kör bucaq olur. Aydındır? Və bunu yazdım. Gördünüz, belə bir şey. Mənfini qoydum. Üstə gəl. Niyə üstə gəl? Çünki üstə gəl B idi. B-də hansı nöqtədən istifadə edəcəm? Tutaq ki, 6-8 nöqtəsindən ya 12-0 nöqtəsindən.
Məsələn, bu zaman x-in yerinə 12 qoyacağam, y-in yerinə 0 qoyacağam. Və bu da yenə -4/3-dür. -4/3. Deməli, x-ə neçə qoydum? 12 qoydum. Üstə gəl b. B-ni tapdım. Başa düşdünüz? Yəni, gör nə qədər yolunuz var. Düz xəttin tənliyindən gedə bilərsiniz. Kx plus b-də nöqtələri yerinə yaza bilərsiniz. Sadəcə k-nın nə olduğunu bilsəz, k-dan istifadə edə bilərsiniz. Buradan eləyir, b-ni tapmış oluruq. B neçə olur? 16. 16. 16. Tamam. B 16 olur. Yaxşı. Dəqiq baxaq görək, düz birdən səhv qoyarıq. Ha. Yəni, baxaq görək. Deməli, düz oldu. Məncə düz oldu. Sizcə də düzdürsə? İndi gəlin, bunu 16 tapdıq. Birbaşa yazdım 16. İndi gəlin, buradan x-i tapaq. Çünki biz x-i tapmalıyıq. X-i tapmaq üçün nə etməliyik? Bu -3/4-dür. Keçibdik sola. Yoxsa necə yazaq? Yəni 3/4x keçirdim sola. Bərabərdir 16 çıx y yazdım. Hər tərəfi 4/3-ə vururam. 4/3-ə vuranda burada 12 alınır. Məncə 12 alınır. Düzdür? 4/3 y də burada alınır. Tapdıq. Yəni x bərabərdir yazmalıyıq. Baxın, nisbətən bayaqçılara görə daha çətin, həm də fırlamadan alınan cismin həcmini axtarırıq. 12 çıxılsın, 4/3 y aldıq. Və salam. İndi gətirib bu düsturda yerinə qoyacaq. Əgər 2 funksiyadırsa, baxın, çünki ikisinin də fırlanmasıdır. Həm AB-ni fırladıram, həm CB-ni fırladıram. Və mən burada birindən digərini çıxırsam, bəs eləyir. 2 dənə funksiya kimi götürürəm də. Aydındırmı? İndi olacaq belə bir şey. Bunlar yadınıza qalsın. Yəni, bildinizdə nədir? Dəqiqə bunu açıq, aşağı çəkin. Demək, olacaq belə bir şey. V bərabərdir. Pi vurulsun. İntegral. Burada 12 çıxılsın 4/3 y kvadratı yazıram birinci bunu. Niyə birinci bunu yazdım sizcə? Çünki mənim x-i böyükdən kiçiyin çıxırıq deyə x də orada böyük olanda. Bəli, tutaq ki, lap bilməsəz də narahat olmayın y-ə. Sonra müsbətin götürəcəksiniz də həcm mənfi ola bilməz. Bu belə. Buradan bunlar gedəcək açanda, düzdür, müxtəsər vurma düstur kimi açanda açıq və plus və açmağa ehtiyac yoxdur. Burada 144 olacaq. 144, 12-nin kvadratı çıxılsın. 2 vurulsun, 12 vurulsun. Bu da eləyir 9 y kvadratı. İndi burada amma mən sərhədləri yazmamışam. Sərhədlər yadımdan çıxıb. Baxın, sərhədlərsiz bunu tapa bilmərəm. Sərhədlər hardan hara qədər olacaq? Burası 0-dır. Burası 0-dır. Burası 0-dır. Yuxarısı neçədir? 8. Deməli, 0-8 olacaq. Aydındır? Sərhədlər 0-8 olacaq. 0-dan 8-ə. 0-dan 8-ə. Buradan da, bunu tapmamışaq. Qoy tapaq. İntegralını tapaq. 0-dan 8-ə qoyaq. Düz oldu? Bəli. Bunu səhv yazdım. Bir dəqiqə. Bunu açanda 18 y olur. Birbaşa yazdım. Birbaşa yazanda olmaz. İntegraldan çıxartmamışam. Çıxarda bilərdik. 144 y qoysaydım, çıxardırdım. Tamam, indi belə olacaq. Demək, 144 y, pi-ni də qoyub yazaq. Deməli, olacaq 144 y çıxılsın 9 y-in kvadratı. Burada sərhədlər 0-dan 8-ə. Qoyacaq, hesablayacaq, cavab alacaq. Fırlamadan alınan cismin həcmini, ümumiyyətlə, fırlama deyən kimi yadıma bu düşür. Düzdür, elə belə sadələri olanda çox rahat şəkildə eləyə bilərik. 8-i yerinə qoyuruq. 8-i yerinə qoyduq. 144 vur 8. Çıxılsın. 9 vur 64. Düzdür. Buradan da, məsəl üçün, nə eləyə bilərəm? Çox rahat şəkildə 8-i çıxarım mörtəzə xaricinə. Çünki belə də daha rahat. 144-dən də çıxaram. Burada 8 qalır. 8 vur 9, 72 olacaq. Səhv yazdım. Yox, düz yazdım. Yoxsa səhv yazdım. 144, hədə düz yazdım. 8-i çıxartdım mörtəzə xaricinə. Bunu mörtəzəni buradan silim. Mörtəzənin içində 144 çıxılsın 72. Aydın oldu. 144 çıxılsın 72. O da bərabərdir. 144-dən 72 çıxanda nə edir? Elə 72 edir. 72-ni də 8-ə vuranda 576 edir. 72-ni 8-ə vuranda. Pi. Məsələn, cavabı aldıq. Yəni, etiraf edirəm ki, bunun həm də integrala gətirdik, çıxartdıq.
integral yolundan. Bəli, burada cavabda variant yoxdur, amma məncə Yoxdur. inteqrallayanda hardasa səhvlik var. Siz o inteqralı necə açsınız burada? Yuxarıda açanda. Müxtəsər A mantıqla minus B kimi açsınız? A kvadratı çıxılsın K üstə B kvadratından bunları atdım. 12'nin kvadratı 144 oldu. 2 vurulsun 12 vurulsun 4'te 3. 24 4'ten getdi 6 3 18y. 18y də 9y kvadratının törəməsidir. Düzdürmü? Düzdür. 144 144 kvadratını çıxartdıq. 18y nəyin kvadratıdır? İntegralda 9y. Yox, mən inteqraldan Burada 18y düz Bəli, tapmışdıq. bəli. Necə? Bir dəqiqə baxım görüm cavablarda yoxdur ki. Bir dəqiqə. 500 Mənim 175-ci sualda yoxdur. 174'ü yazmışam axı mən. O cismin səthinin sayəsidir. Mən cismin həcmini B tapmışam. variantı var. 174. C variantı. 174 Aha, tapmışam. düzdür. Yo tapmışam. Düz tapmışam. Çünki integralı hesablayanda içi rahatdır hesablaması. Müxtəsər formatını açan kimi 144 qalır. 2AB-dən də 18y qalır. Yəni onların da integralını tapmışıq. Sonra da yerinə qoymuşuq. Bu yerinə qoyanda da yəni hesabladım da. Ola bilər, səhv eləyə bilirik o heç. Amma yəni düzdür. 576. Amma əsas odur ki, yolu düzdür. Əsas yolu yaxşıdır. İndi bəlkə siz başqa yolla gedəcəksiniz, fikirləşib tapacaqsınız. Yəni onu da məsəl üçün indi burada fırladacaqsınız. Məsələn, AB-ni 1 fırladı. Məsəl üçün belə AB-ni 1 fırladı. Amma bu içi boş mu olacaq, dolu mu olacaq? Sonra BC-ni 1 fırladıb Y ox ətrafında fırladacaqsınız. Fərqli bir fiqurası. Mən onu fırlatmıram çünki fırladma alınan cismin həcmini ücə bilirəm. Ona görə ehtiyac görmürəm. Yaxşı. Başqa hansısa sualınız varsa indi siz verin. Yəni belə suallara baxaq. Yəni mənim üçün fərqi yoxdur da. Yəni hansına olsa baxacaq. Bəlkə də 3 saat vaxtımız olsa elə çoxsuna baxmış olacaq. Yoxdursa mən yenə deyim. Bugün onsuz bax bunun üstündə oturmalıyıq. Məsəl üçün tutaq 100-ə qədər eləmişdiniz. Gedək 90 neçələrə baxaq. Görək ki 90 neçələr eləmisinizmi? Məsələn qoy gəlim. Məsələn 90 90-cı suala siz deyin mənim. Məsələn 99-cu sual deyəcəydim. 99-cu sualı kim eləyib? Zeynəb müəllim eləyib. Bir dəqiqə mənim. Baxın. Mən ən son 91 yazmışam mən. Hə, siz 100-ə qədər dediniz, elə bildim şey. 99-u məsələn kəsik konusdur. Kəsik konusdan bağlı bilgilərimiz lazımdır. Amma qorxulu deyil. Yəni mən onu başa salmaq istəyirəm ki, biz misallardan çəkinməməliyik. Kəsik konus çəkməliyik. Kəsik konusun Jalə müəllimə, kəsik konusun ox kəsiyi nədir? Burada Kəsik konusun ox kəsiyi. Burada qarşı tərəflərin cəmi bərabər olmalıdır. Bəli, kəsik konusu ox kəsiyi bərabər yanlı trapesiyadır. İndi bizə burada deyir ki, daxilinə konusun doğuranı nə olsun ki, bax doğuranı L deyək. Konusun doğuranı deyir nə olsun ki, onun daxilinə sfera çəkmək olsun. Bu nə deməkdir? Daxilinə sfera çəkmək o deməkdir ki, məsəl üçün bu elə ki o sferanın şeyi var da, siz deyin, böyük dairəsi. Düzdürmü? Böyük dairəsi bax belə vəziyyətdə olsun. Elə ki o trapesiya var, kəsik konusun ox kəsiyi olan bərabər yanlı trapesiya. Bax bu. Bax bu trapesiyanın elə ki daxilinə çevrə çəkilmiş olsun. Baxın, məsələ gəldi, gördünüz nəyə çıxdı? Və yaxları bərabər yanlı üçbucağın daxilinə çəkilmiş çevrə və yaxud bərabər tərəfli üçbucağın və yaxud bax indi bərabər yanlı trapesiyanın daxilinə çəkilmiş çevrə. Kürədir ha. İçinə kürə elə çək ki deyir. Mümkün olsun. Bunu amma radiusları da verir. Yəni bunun radiusunu nə veribdir bizə? Bunun radiusunu burada 3 verir. Bəli, bunun radiusunu 8 verir. Biz də 6 ilə 16-nın cəmi 2 elə versin. Bura 3 qoyaq, burada 8 qoyaq. Bəli, 16 aşağıdır, 6 yuxarıdır. Demək 2 eli verməlidir. Çünki qarşı tərəflərin cəmi bərabər olmalıdır. Buradan da el bərabərdir 11 və salam misal hazır. Yəni mən demək istəyirəm ki, bəzən bizə çətin görünən bir misal müəyyən o bilgimiz sayəsində
çox asan bir misala dönüşür. Amma məsəl üçün indi o hansı tipdə sual düşəcək? Bizim bilgimiz daxilində olan sual, yoxsa bilgimiz xaricində olan sual, o başqa məsələ. Və yaxud da bilirəm amma tapa bilmirəm. Bu başqa məsələ. Məsələn 98-də də bizə kürə segmentinin həcmini soruşur. Baxın, sizə bir şey deyim. Ola bilər ki, bəzən qaydalar biraz dili qəliz olur. Özünüz də bilirsiniz. Dili qəliz ola bilər. Yəni ədədlərlə o qaydaları tətbiq edəndə çox rahat tətbiq etmək olar. Məsələn, deyir ki, kürə oturacaq radiusu 5 olan kürə var. Radiusu 5 olan kürə var. Maşallah, qəşəng yazıram. Oturacaq çevrəsinin radiusu 4 olan kürə segmentin həcmi. Biz ümumiyyətlə şərt deyil ki, mən keçən dəfəki dərsdə kürə çəkirəm, belə bir şəkil belə çəkirəm, belə çəkirəm. Şərt deyil ki, mütləq burasını da belə çəkək, burasını da belə göstərək. Məsəl üçün, yoxsa işimiz getməz. Xeyr. Yəni, bizə lazımdır ki, məsələni anlayaq. Məsələni anlamışıqsa, bir dəqiqə bunu qaytarım. Məsələni anlamışıqsa, biz belə eləyə bilərik. Baxın necə. Demir kürə segmenti. Kürə segmenti buradan bir dənə xətt qoyun. Yəni onu təmsil eləsin də və bu həcm kimi buranı fikirləşin. Amma yəni anlayın ki, nə yazarsınız. Və buradan bura qədər bizim kürənin radiusudur. Zaten 5-dir. Bura yazıram 5. Qoy radius yazın. Sizə o düstur ki var, onu deyək. Məsələn, buradan bura gəlir segmentə qədər olan məsafə D deyirlər. Segmentin radiusu da bura R-dır. Düzdürmü? Və bu zaman bunlar arasında əlaqəni ya D-yə görə, ya kiçik yerə görə, ya da ümumiyyətlə əlaqəni yazırıq da. Məsələn, D-yə görə yazsaq, D-ni kürənin mərkəzindən segmentə qədər məsafə desə, D bərabərdir R kvadratı çıxılsın kiçik R kvadratını kökə salmalıyıq. Düzdürmü? Kvadrat kök olmalıdır. İndi bizə deyəndə ki, segmentin hündürlüyünü tap, bura başa düşülür. Bura isə nə deməkdir? Bura isə OA radiusdur. Yəni OA-mız bizim radiusdur deyək. Gördüyünüz kimi radiusdan D-ni çıxmalıyam ki, həmin o qırmızı ilə işarələdiyim yeri tapım. Və yaxud bura bir E qoysam, AN-i tapa bilim. Düzdür. İndi bizdən nə soruşur burada misalda? Kürə segmentin həcmini. Tamam. Kürə segmentin həcm düsturunu, yəni bu bizə lazım olacaq. Kürə segmentin həcm düsturunu təbii ki, əgər əzbərləməsək çox yadda qalmayacaq da, mənə elə gəlir. Buradan Bir mənim konusun həcmin hesablayarıq. Yox, bildim. Yəni bu düsturu bilirəmsə, niyə əziyyət çəkim ki? Pi h-ın kvadratı mörtəzədə R çıxılsın h bölü 2 idi. Düzdür? Bilmirəmsə ondan gedərəm də. Bilirəmsə elə bundan gedərəm. Keçən dərs dedim axı deyəsən bu. Bəli. Kürə segmentin həcm düsturu. Əgər demişəmsə, əla, davam edirəm. Biliriksə, məsələn, tutaq ki, hansısa müəllim deyir ki, mən düsturları əzbər bilirəm, amma məsəl üçün tətbiq edəndə bilmirəm necə edeyim. Məsələn, bir tətbiqə gəldik. Gəldik, məsəl üçün, o deyir ki, mən kürəni belə çəkmirdim, mən həmişə başqa cür çəkirdim. Sonra, nə bilim, segmenti çəkməyə çalışırdım, o da mənim xeyli vaxtım alırdı. Məsələn, belə bir vəziyyət başa düşdük, Pifaqor teoremini bilirik. Deməli, nə edəcəyik? Yerinə qoyacağıq. Yəni elə burada da bərabər qoyun. Burada pi var. H-ımız nədir? Amma bunu tapmadan gedə bilmərik. Radiusumuz 5 idi. Bizə verilmişdi ki, burası da 4-dür. Burası nə vermişdi? 4. Burası da 5-dir. Onda D neçədir? 3. D 3-dür. AO-muz deməli 5-dən 3-ü çıxacağam. AO-nu tapacağam. AO deyirəm. AY-ni tapacağam. AY 2. 2 bizim elə h-ımızdır ha. Bu h elə o h-dır. Kim ki bilir, onu rahat şəkildə yazır. Onda deməli h-ımıza 2 qoysa, pi vur 4, mörtəzədə 5 çıxılsın, 2 bölü 3. Bununla da hesablayacağıq. Burada orta məxrəc gətirək, çünki pi var orada. 4 pi vurulsun, 3-də 13. Bu da elədir 52 pi bölü 3. Və salam, cavabımız bu. Nə gördük? Nə müşahidə elədik? Kürə segmentinin həcm düsturunu bilməklə biz işimizi sürətləndirmiş olduq. Və oradakı düsturda h-ın məhz kürə segmentinin o hündürlüyü olduğunu anlasaq, mərkəzdən olan radiusun üzərində yerləşdiyini anlasaq və o radiusdan da o D-ni çıxdığımızı başa düşsək, məsələ bizim üçün daha asan vəziyyətə dönüşəcək. Doğrudurmu? Elə ki, bir növ belədir də, siz A kubu çıx B kubu müxtəsər vurma düsturunun
açılışını bilirsiniz və verilənlərin yerinə qoyulması. Bizdə də burada verilənləri yerinə qoyduq. Yəni cavabımızı aldıq. O başqa məsələ ki, biz bunun isbatını yarımçıq qaldı, yoxsa bilməm tam verdi. Kürənin sektorundan həmin o şeyi çıxdım, konusun həcmini çıxdım. Ondan tapırıq. Təbii ki, oradan tapırıq. Yəni oradan isbat olunur, tapır. Beləncə yazır. Bu da yolda 98-ci sual mənə elə gəlir ki, məncə pis deyil. Belə suallar düşərsə yaza bilərsiniz. Sonra 91-i keçən dərs dedim, demədim. 91. Yəni bunlar da hamısı bunlar lazımdır. Yəni mən deyim ki, heç biri lazım deyil. Bunlar yox. Hamısı lazımdır. Hərəsi bir şeyədir. Bəli, 91-i demişdik müəllim. Hə, 91-i demişik. Sonra bəs 90-ı 90-a müəllim baxaq. Mənim sualımdır. hə, sizin sualınızda baxaq. Bunu qaldıraq. 90-da nə deyir? Düzgün dördbucaqlı kəsik piramidadır. Hə, eləyək bunu. Bir dəfə hə demişdiniz, mən dedim piramida keçəndə, amma yəni fərq yoxdur, şey eləyə bilərik. Yəni məncə biraz çətin ola bilər, yaxud qısa bəlkə elədik. Baxaq. Deməli, düzgün dördbucaqlı kəsik piramidanı nə verilibdir? Oturacağının tərəfləri bir yer. Deməli, düzgün dördbucaqlı kəsik, ümumiyyətlə dördbucaqlı piramida bu şəkildədirsə, kəsik piramida, yəni bilirik ki, başından kəsmişik, bu formada bir şeydir. Səhv yazsam deyin ki, mənim səhv. Düzdür? Belə. Arxadakı görünməyənləri qırıq-qırıq çəkmə olardı, nəsə çəkmə. Oturacağının tərəfləri 1,7-dir. Yəni, düzgün dördbucaqlı deyəndə kvadrat başa düşülür də, bunu bilirik. Yəni, bilməliyik. Bilmiriksə də öyrənirik. Düzgün dördbucaqlı piramida da budur. Super. Oturacaq müstəvsili yan üzü neçə dərəcə bucaq əmələ gətirir? 45 dərəcə. Məsələn, indi qalır bunun bu yan üzüdür. Oturacaq müstəvsili 45 dərəcə bucaq əmələ gətirdiyini düşünmək. Burada fikrimiz varmı? Yəni daxilə seçilmiş çevrənin radiusunu tapıb birləşdirmək. Elə olar. Daxilə çəkilmiş çevrənin radiusunu tapıb burada yan üzlə birləşdirmək. Burada bizə bir şey soruşur ha. Piramidanın daxilinə çəkən kürənin radiusunun uzunluğunu tap. Deməli, piramidanın daxilinə kürə çəkilir. Bunun belə demək olarmı ki, məsələn, bu formada şey olsun, qoy bir dəqiqə. O ki, şey çəkirik, çevrə çəkirik. Yəni, siz deyin, o kürənin nəyini çəkirik? Bunu biraz düzgün çəkin. Məsələn, tərəfləri elə ki, toxunur, tərəflərə. Üzlərə toxundu. Məsələn, bizə soruşur ki, şeyi tapın. Bu daxilə çəkilmiş kürənin nəyini tapın? Radiusun uzunluğunu. Tamam. Bu radiusun uzunluğunu bizdən soruşur. Onda müəllim, əgər kürə həmin kəsik piramidanın içinə çəkilibsə, yan üzə daxilinə çəkilmiş çevrə olur. Yan üzə daxilə çəkilmiş çevrə olur. Çünki bütün yan üzlər eyni olur. Dəqiq. Bəli, Bəlkə belə deyək, daxilinə kürə çəkilibsə, bu kürənin radiusu və yaxud diametri deyək, piramidanın hündürlüyü olur. Bəli. Bu daha gözəldir. Bax, piramidanın hündürlüyüdür. Qoy bunu başqa rəngdə çəkim. Piramidanın hündürlüyü. Buradan... Bəli, onda piramidanın hündürlüyünü tapıb ikiyə bölsək radiusunu tapıb. Elə mən də elə fikirləşdim. Bax, buradan gəldik. Bu bizim piramidanın hündürlüyüdür. Yəni, biz bunu bilirik ki, düzgün kəsik piramidanın daxilinə kürə çəkilirsə, bu kürənin diametri piramidanın hündürlüyüdür. Yəni, piramidanın hündürlüyü h-dırsa, deməli, burada 2 radiusdan söhbət gedir. Radiusu 2-si yazdım, heç olmaz. İndi, həmçinin belə baxa bilərik. Kəsik piramidanın yan üzünün hündürlüyü. Apofem deyək də, düzdürmü? Kəsik piramidanın yan üzünün hündürlüyü. Məsələn, burada elə ki, mən bunu A, B, C, D götürsəm, A, B, C-dini qıraqda çəksəm, bu bərabər yanlı trapesiyadır. Düzdür? Bəli. Aha, bərabər yanlı trapesiyadır. Bu zaman burası 7-dir, burası 1-dir. Burası 1. Aha, mən bunun hündürlüyünü çəksəm, bu hündürlüyü buradan tapa bilərəmmi deyə
Fikirləşirəm. Tapa bilərəmsə 1, tapacağam. 3, 3 qoysa, Aha, bura 1-dir. e, Bura 1-dir. Məsələn, amma bizim yox, yan o 3 olur dilimizin müəllim. uzunluğu verilməyib axı. Amma belə demək olarmı? Tutaq ki, yan üzünün hündürlüyü oturacaqların apofemlərinin cəminə. Oturacaqların apofemləri varmı? Yəni necə fikir? Bəlkə bunu belə eləyəcəyik. Buradan çəkəcəyik. Baxın, belə. Bu biz siz oturacağın nə edir sizcə bu? Ora daxili çəkimi çevirən radius olur. Tamam, daxili çəkimi çevirən radiusu da kvadratda həmişə tərəfin yarısıdır. Bəli. Tamam, bu da belə. Buradan da çəksək, burada da bir O da müəllim, 0.5. yəni apofem çəksək müəllim, Bu da o 45 belə. dərəcə budaq gətirir. Bura 90, bura 90. Deməli, biz belə eləyə bilirik də, buradan belə bir şey tapa bilirik. Onda olacaq yan üzün hündürlüyü nə olacaq sizcə? Müəllim, 45 dərəcəni də qeyd etsək, Hı. budaq D, 7-yə yenilən tərəf və ora 45 dərəcə olarsa, hündürlüyü çəksək bu yana. Deməli, baxın, düz deyir. Zeynəb müəllimə düz deyir ki, yan üzün necə? O ona birləşdirdizsə, mən daxil çəkimi çevirən radiusu yarısı olur. Bəli. Oradan bir dənə də perpendikulyar aşağı endirsək, tamam, həmin hissəni alacağıq. Nə qədər? 3. Hündürlüyü 3 alarıq. 3,5, 0,5, 3 alacağıq. Oradan da hündürlüyü tapmaq məncə mümkündür. 45 Bəli, dərəcə bəli. Kim çəkə bilərsə yazsın, üstündə yazsın. Düz fikirləşsin. 45 dərəcə olması amma bilmək lazımdır. Yan üzün oturacaqlar əməliyyatı bucaq 45 dərəcədir. Məsəl üçün kimsə soruşa bilər niyə? Yəni bu sualı verə bilər. Əgər bilmiriksə. Mən daha çox həll eləməyə üstünlük. Çünki özü deyil. Biz bunu bilə Çünki bilmərik. özü deyil. Yox, bu biz özü dediyinə görədir. Biz cümlənin, məsələn, mən bəzilərini oxudum, bəzilərini oxumadım. Çünki hamıda həmin məsələ var deyə mən çox oxumaram. Burada bizə yan üzün oturacaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirdiyini özü söyləyib. Əgər yan üz oturacaq müstəvisi ilə 45 dərəcə bucaq əmələ gətirirsə, təbii ki, biz burada üzlərdən perpendikulyarlar çəkirik ortaq tildən və bu zamanda biz o 45 dərəcəni yazırıq və biz o 45-ə görə hərəkət tapa bilirik. Məsələn, yoxsa biz özümüzdən deyə bilmərik ki, ora 45 dərəcə bucaq əmələ gətirir. Aydındırmı? Tamam. 45 dərəcə bucaq əmələ gətirəndən sonra 1,5 olar. Bəli. Yəni burada siz şeyi götürə bilirsiniz. Trapesiyanı götürsək, yəni tərəflərin yarısı olur 3,5 və 0,5. Sonra hündürlüyü bu yan tərəf çəksək 3 qalar. 45 dərəcə olduğu üçün katetlər 3 və 3, yəni hündürlük 3 olmuş olur. Onda bizə deyir radiusu da yarısı olar 1,5. İndi yaza bilirsinizsə qeyd edin orada. Mən burada müəllim biraz böyük olur, telefonda yazmaq olmur. Elə kimsə yaza bilirdi qətlən. Jale müəllim keçən dəfə yazdırdı, deyəsən o yaza bilir. Hələ mən yaza bilirdim, amma bildiyim sualı yaza bilirəm. İndi bunu bilmədiniz. Maraqlıdır. Mənə çox maraqlıdır ki, bildiniz, bilmədiniz. Bilmədim. Tamam. İndi bunu Zeynəb müəllimə bir də desin, amma diqqətli. Məsələn, buralara ad qoyuram mən. O1. Onlara ad qoysaz deyim. Bura bir Y qoyuram. Burada bir aşağı F qoyuram. İndi siz deyin o bilsin. Bizdə bir dəqiqə müəllim, adınız orada düşür. Bəli. O1 və Y, F. Bəli. Trapesiyası alınır bizdə kənarda. Tələsməyin. Səçmə belə. Jalə müəllim. Buradan belə bir fiqur aldıq. Bura 45 dərəcə. Görürsüz? Burada düzbucaqlı trapesiyadır. Burası 45 dərəcə olanda bizə bura lazımdır. Yan üzünün əslində O1 hara lazımdır bizə? Bura. O1, H. Bəli. İndi bizə tərəflərimiz 7 və 1 verilibdir. Bəli. Onların da yarısı bizə trapesiyanın oturacaqlarını verir. Yəni 7-nin yarısı OF, 1-in yarısı O1Y. Aydındır. Sonra da buradan çəkirik. Görün asan bir şey. Eyni olur. Burası 0,5.
Burada qalır 3. Məsələn, kimsə deyəndə 3 Şalə Məmməd deyir, görən o 3 hardan gəlir? Burada 3. 45 də olduğuna görə burada 45 deyir. Katetlər bərabər. Katetlər bərabər olduğuna görə haşımız da gəlir 3 olur. 3-ü də yerinə qoyanda bizdən soruşulurdu, radius soruşulurdu, kürənin radiusu. O da olur 1,5. Məsələ əslində çətin görünən bir məsələ rahat həll olunur. Yəni sadəcə burada şəkil önəmlidir. Yəni mən bəzi məsələlərdə şəkil önəmli, yəni şəkilə üstünlük verməsəm, amma şəkilsiz bəzi məsələləri eləmək çox zordur. Və burada da əslində maraqlı bir şeydir. Hardan tapa bilərik? O bayaqları ABCD çəkdim, ondan heç nə edə bilməyəcəksiniz. Qalacaq orada. Amma məsələn OB1 YF trapesiyasıdır. 45 dərəcəli iti bucağı olan trapesiyadır. Buradan cavabı ala bilərik. İndi Jalə müəllimə başa düşdü məncə. Mənim başa düşdüm. Bir polinomdur. Burada bizə deyir ki, P4x bərabərdir P'(x) vurulsun 3 qat teoremə. Bu bərabərlik doğrudur. Deyir ki, Px polinomunun baş əmsalı hansıları olar? Yəni hansıdır? Məsələn 2-də 1, 3-də 2, 4-də 5, 3-də 8, 7-də 10 deyə cavablar da var. Belə bir sualdır. Bunu necə tapmaq olar? Yəqin ki, biraz çətin olar da. Qoy mən çünki rüzum atmamış izahını verim. Həyatımda Gələn ilk dərs dəfədir görürəm. bir iki dənə sual beləncə verəcəm, sonra keçəcəm dərsə. Məsələn deyir ki, tutaq ki Px biz bilirik ki, A vurulsun nəsə olmalıdır da, belə getməlidir. Belə getməlidir. Dərəcəsi də tutaq ki bizim üçün dərəcə n-dir. Dərəcə n. İndi bunun dərəcəsini bildik. Mən soruşuram. Məsələn bizə verilən ifadənin dərəcəsini sağda əgər P4x-dirsə, bunun dərəcəsinə nə dedik? N dedik. Məsəl üçün deyək ki, P' dərəcəsi nə olar sizcə? P' dərəcəsi N-1. N-1 olar. O birisinin dərəcəsi 3-cü dərəcədən o N-3 olacaq. bəli, o